Hər kəsi salamlayıram. Xoş gördük əziz izləyicilər, əziz 9-cu siniflər. Bu video izahım bugün 13 aprel tarixində keçirilmiş 9-cu siniflərin buraxılış imtahanının riyaziyyat suallarının izahları olacaq. Növbəti mərhələdə 20 aprel və 27 aprel tarixində keçiriləcək imtahanda iştirak edəcək bütün 9-cu siniflərə uğurlar arzulayıram. Əziz şagirdlər, inşallah hər şey yaxşı olar. Bu səpkidə suallar düşsə, İnşallah ki yazacaqsınız. Çox gözəl imtahan idi, çox asan suallar vardı və bir neçə düşündürücü sual da vardı hətta, lakin öhdəsindən gəlmək olardı. Video keçməmişdən qabaq qısa bir şey deyim. Bizim ödənişsiz dəstək məqsədli WhatsApp qrupumuz var. Bilməyənlər üçün qoşulub yararlanın. Videonun aşağısında linki yerləşdirəcəm. Oradan açıqlama bölməsindən asanlıqla qoşula biləcəksiniz. Hər kəsə uğurlar arzulayıram. Qrup ödənişsizdir və onu da təkrarlayım ki, qrup ödənişsizdir və imtahana artıq növbəti imtahana deyək 20 aprel və 27 aprelə artıq sayılı günlər qalır və qrupda biz belə deyək ki, mən dəstək məqsədli göndərdiyim sınaqları, videoların sayını daha da artıracağam. Qoşulun və yararlanın. Kanala abunə olmağı unutmayın. Keçək video izaha. Deməli şagirdlər, birinci sual belə. Düzbucağının uzunluğunu 40%, enini 20% azaldanda sahə necə dəyişər? Düzbucaqlıdır, deyək ki, baxın bu düzbucaqlıdır. Olsun eni A, uzunu B. İndi bunun sahəsi AB olan vəziyyətdə deyək 100% idi. Sahəsi AB-dir, S bərabərdir AB düsturundan tapılır və nədir? 100%. Növbəti bir düzbucağı çəkirəm. İndi deyir ki, uzunluğunu 40% azalt. Azaltdım. Elədi. B-ni 40% azaldanda 0,6 B. Enini 20% azaldanda 0,8 A. Və sahəsini tapsam eləyəcək nə? 0,48 AB. İndi deyir neçə faiz artar, azalar və ya nə baş verər? Burada azalar verib. İndi fikir verin. Burada çarpaz vursam, diqqətdən baxın, bu hissəyə baxın diqqətdən. Çarpaz vursam, olacaqmı? 48 AB bərabərdir. K vurulsun AB-yə. Bu AB-lər getdi. Buradan da K alındı ki, 48%. Yəni 48% olub. Deməli 52% azalıb. Kubun tilini 2 dəfə azaldanda həcmi necə dəyişər? Neçə dəfə azalar? Kubun həcmi V bərabərdir. A kubu düsturundan tapılır. İndi til 2 dəfə azalanda həcm də təbii ki onunla düz mütənasibdir. Deməli 2-nin kubu 8 dəfə azalar. Açıq bucaq AOB-dir deyir. DOC 25-dir. AOD-ni tap. Baxın bu hissəni bizdən soruşur. Təbii ki buranı 90 verib. Bu da 25. Bunun cəmi elədi 115. Neçə qaldı? 65. Bura 65 olsa açıq bucaq 180 olar. Kəsrini ixtisar edin deyir şagirdlər. Burada görürsünüz ki, fikir verin. Bu ikisinə bir baxıram. Bu ikisinə bir baxıram. Bu ikisinə də bir baxacağım. O zaman olurmu? M-i çıxartsam oradan. M çıx N. Digər tərəfdən müsbət 5-i çıxartsam. M çıx N. İndi buradan M çıx N-i çıxardıram. Qalır M plus 5. Aşağıda da müxtəsər vurma düsturudur. 5 çıxılsın M. Bir də 5 plus M. Pluslar gedir. Qalır M minus N bölünsün. 5 çıx M. Yəni B variantı. Növbəti tənliyini həll edin. X minus 2 bərabərdir. 6-nı 3-ə böldüm. 2. X də bərabərdir. Buradan eləyəcək 4. Yəni C variantı. Tənliklər sistemindən x-i tapın. Tərəf-tərəfə toplasaq, qarşılıqlı əks y-lar ixtisar gedər. Qalar 3x bərabərdir, 6x bərabərdir 2-yə. B variantı. Hansı nöqtə funksiyasının qrafik üzərindədir? Şagirdlər, mənfi 5 aparıb yerinə yazsaq, eləyəcək 10 üstəgəl 6, yəni 16. Gördüyümüz kimi mənfi 5, 16 bunun üzərindədir. Əkob soruşur. Əkob 18, 36. Dedik ki, əgər A ədədi B ədədinə, daha doğrusu belə deyək, A B-nin bölənidirsə, A əbobdur, B isə əkob. Yəni belə deyək də, baxın 4-dən 8. 4 8-in bölənidir. Deməli kiçiyi hər zaman
demişik ki əbobdur. Böyüyü hər zaman demişik əkobdur. Sadə vuruqlarına da ayırıb yoxlamaq olar. 18 ilə 36-nın əbobu, daha doğrusu əkobu elə 36-nın özüdür. 10 ilə 11-in əbobu isə qarşılıqlı sadə ədədlər olduğu üçün 1-dir. Toplasam eləyər 37. Yəni Y variantı. 65-ci sual. Tənasibindən x-i tapın. Çarpaz vursam, daha doğrusu baxın, burada 5-ləri ixtisar edin, burada qalsın 3. 3x-a vurun çarpaz. 3x bərabərdir 21 vur 1. X da buradan elədi 7. İlk 10 natural ədəddən, deməli, mümkün hallarımız 10 dənədir. Əlverişli hallar. Təsadüfən seçilmiş birinin sadə ədəd olması. Əlverişli hallarımız da sadə ədədlər. Bir nə sadə, nə mürəkkəb. 2 sadə, 3 sadə, 5 sadə və bir də 7 sadədir. Yəni 4 dənə. Cavabım oldu, ixtisar getsə 5-də 2. 67. Mərkəzi O nöqtəsində olan çevrədə bura 32 verilib, bura 22 verilib, BAC-ni soruşur. Deməli, şagirdlər, bura bir alfa desəz, bu olacaq 2 alfa. Çünki bu alfa bu qövsə söykənibdir. Daxilə çəkilmiş bucaqdır, söykənən qövsün yarısıdır. Bu da mərkəzi bucaqdır, elə söykənən qövsə bərabərdir. Dedik ki, burada bu 2 alfa bərabərdir içəridəkilərin cəminə. 22 üstəgəl 28 üstəgəl alfa. Yəni bunun səbəbi də bir dənə buradan bura xətt çəkirik. Üç bucağın daxili bucaqlarından görmək olur. Və yaxud da yadda saxlayırsınız bu qaydanı. Buradan da alfa bərabərdir, olur 50 dərəcə. BAC-ni soruşur 50. BOC-ni soruşsa 100 olardı. Tərəfi 12 olan kvadratın perimetri 12-ni P bərabərdir. P bərabərdir 4 ad üstürüdür, yerinə qoysaz 48. İfadəsinin qiymətini tapın. Şagirdlər, 14 ilə 56 ixtisar gedir, qalır 4. 20 çıx, 5 vur 10, 50. Elədi, mənfi 30. Burada qaldı mənfi 30. Bu mənfi 30 ilə bu mənfi 15 getdi, burada müsbət 2 qaldı. 4-ü 2-yə böləndə cavabım eləyər 2. Vuruqları ayırın. Zaten özləri ayırıb veriblər, siz sadəcə C-D yazmalıydınız. Yəni A variantı. Çoxluqlarından A kəsişmə B kəsişən də hər ikisində ortaq olanları götürürük. A ilə B-də ortaq olan 1-dir, 2-dir, 5-dir, başqa yoxdur. Deyir, bunda olsun, C-də olmasın. C-də budur. 0, 1, 3 və 6. Olmayan ədədlər burada 2 ilə 5-dir. Yəni cavab B. 72 nömrəli sual. Şərtini ödəyən 2 rəqəmli AB ədədini tapın. Deməli, şagirdlər, bu 10A üstəgəl B-dir. Bu da A üstəgəl 10B-dir. Bunları toplasam olur 11B üstəgəl 11A bərabərdir. Bu formada. İndi 11-i mötərizə xaricinə çıxarıb ixtisar eləsək, B üstəgəl A bərabərdir. Burada 8 qalmalıydı. 8-i vurub açdım. 8 açıq 8B. 9B bərabərdir 7A-ya. Deməli, A buradan 9-dur. B buradan 7-dir. Ədədim oldu 97. Çünki bu AB üstü xətt ədədini soruşur. Qarşı təpələrindən biri koordinat başlanğıcında olan, yəni burada olan, digəri burada yerləşən -8, 8 və -8, yox, 8 və -8, yəni belə yerləşən kvadratın sahəsi. Onda tərəf 8-dir, bura 8, 8. Kvadratın sahəsi də A kvadratıdır. Cavabımız 64. İfadəsinin qiymətini tapın. İndi şagirdlər, burada ortaq məxrəc 2-dir. 2 tam %85'in kvadratı üstəgəl 7 tam %15'in kvadratı. Plus, burada məxrəcdə 1 var. Ortaq məxrəc eləsəm 2 vurulsun. 2 tam %85 vur 7 tam %15 qalar. Aydın məsələdir, bunlar ixtisar getdi. Yuxarı baxsaz, sizə bu düsturu xatırladacaq. Bu da A üstəgəl B-nin mötərizə xaric kvadratıdır. Yəni 2 tam %85'in üstə 7 tam %15 gəlib. Belə kvadrata yazsaz, yəni bu ifadəni almış olursunuz. Cavabımız buradan 10'un kvadratı 100 edəcək. 75. Ədədləri üçün ən kiçik cəm soruşulur. Şagirdlər, 6 natural ədədləri x, y, z hamısı natural ədədlərdir. 6 bilirsiniz ki 1 vur 6 və ya 2 vur 3 şəklində göstərilə bilər. Söhbət natural ədədlərdən gedir.
İndi biz burada 2, 3 halına baxsaq, y-ımız y-a 3 desək, tutaq ki x-a 3 desək, y 9 eləməlidir. Çünki y 2 olmuş olur. Daha doğrusu x, baxın nəyi demək istəyirəm. X vur y 6 deyil, ya 2 vur 3 6'dır, ya belə deyək, 1 vur 6 6'dır. Belə seçmə üsulundan yoxlaya bilərsiniz. İstəsəz həll üsuluna baxaq. Bunu alırıq sistemə, 6, y vur z bərabərdir 18 deyil. Daha sadə yazaq bunu. Tərəf-tərəfə bölün. Qalacaq mı? X bölü z bərabərdir 3'də 1. Buradan da x bərabərdir 3z. İndi siz gördünüz ki bu z ən kiçik 1 olar, x də ən kiçik 3 olar. X 3'dürsə, onda y də ən kiçik olar deməli. İndi buradan x elədi 3, z elədi 1 deyək. Y-ım da edir 2. 2 vur 3, 6'nı ödədi. İndi baxın, əgər y 2 olmuş olsa, 2'ni burada yerinə qoysam, z eləməlidir 9. Biz amma z'yi buradan 1 tapmışdıq. İndi bu hissə düz olmadı. Baxın, bu z artıq oldu 9 burada. Və yaxud da bunu belə desək, z, biz burada nə aldıq? Baxın, x bərabərdir 3z almışıq. Düzdürmü? X bərabərdir 3z. Desək ki, z-ə 1k, x-ım da olacaq 3k. Onda biz buradan y-ı tapsaq, y bərabərdir 6 bölünsün x, yəni 3k. Bu da alındı nə? İxtisar getsə 2 böl k. Deyək ki, indi bu vəziyyətdə k-ya qiymət verməyə düşür. Əgər belə uzun gəlirsə sizə, yəni bu həll üsulu biraz uzun gəlirsə, baxın, heç bunlara ehtiyac varmı? Bizə verməyib x vur olsun y bərabərdir 6. Bir də nə verib? Y vur olsun z bərabərdir 18. Dedik ki, ya 1 vur 6 6'dır, ya 2 vur 3 6'dır. İndi əgər y burada ortaqdır. Y burada ortaqdırsa, mən götürürəm ki, bu dəfə y olsun 6. Y 6 olsa, baxın, y 6 olsa, x olmalıdır 1. Z olmalıdır. 18'i 6'ya bölsəm 3. Hal-hazırda bunların cəmi, baxın, bunların cəmi edəcək 10. Görə bundan kiçiyi varmı? Əgər mən indi x-a desək ki, x 6 desəm, y-a 1 deməliyəm. Gətirib burada yerinə yazsam, z-də 18 eləməli. İndi bir dənə bu cəmə baxın neçə eləyir? 25 elədi. Gördünüz, bundan böyük oldu. Heç buna baxmıram bunda. 2 ilə 3'ə baxaq. Tutaq ki, y olsaydı 2, x olardı 3, z də olardı 2 qoyanda 9. Cəmimiz elədi 12, 14. Gördünüz, 10'dan böyükdür. Buna da baxmırıq. İndi x-a 3 qoyuram. X 3, x-a 2, y-a 3. 3 olsa z eləyər 6. İndi bunları toplayın. Elədi 11. Görürsünüz, ən kiçiyi oldu 10. Yəni belə seçmə üsulundan da baxa bilərsiniz. Və yaxud da sistemi alarsınız, k-nı qiymətləndirib bayaqki formada da baxa bilərsiniz. 75 idi bu, 76. Deyir ki, bərabər tərəfli LMN ilə bir də ABC üçbucağı verilib. ABC üçbucağı verilib 2 dənə. İndi bu L, M və N. Bunun sahəsi bunun sahəsindən 16 dəfə böyükdür. Bunun sahəsi, buna bir A desək, buna bir B desək, A kvadratı kök 3 böl 4 deyir bərabərdir. Bunun sahəsindən, bərabər tərəfli üçbucağın sahəsidir bu, 16 dəfə böyükdür. Buradan bunlar ixtisar, qaldı belə, A kvadratı bərabərdir, B kvadratı vur 4'ün kvadratı, yəni 16. Buradan da aydın məsələdir ki, A 4 dənə B'dir. Yəni bu A 4 dənə B'dir. Qiymətləndirdik. İndi perimetr ABC, bunun perimetri bərabər tərəflidir, hər yer B'dir. 3B'dir. Bərabər elədim 9'a. B buradan alındı 4. LMN üçbucağının, yəni bu üçbucağın tərəfini istəyir. 4 də 3'ə vuraram. Elədi 12. 77. Bunu hesablayın. X-Y vurun. X-Y vuranda nə alınır? 25 çıxılsın 24. Elədi 1. Çünki A minus B, A plus B'dir.
Toplayanda bunlar getdi, qaldı 10. Yəni 10-da 1. 2 eşikdə bu qədər bir nə var? Buradan yazaq. İki eşikdə birlikdə 50 kilogram qənd var. Şagirdlər, bax belə eləyəyin. Birinci eşiyə 1x-dir, ikinci eşiyə 1y-dir. Deyir ki, x plus y 50-dir. Hər gün birinci eşikdən 3, ikinci eşikdən 2 kilogram qənd götürülür. 6 gündən sonra, onda olur 6 gündən sonra x çıxılsın 18. Çünki birinci eşikdən 3 kilogram götürüləndə 6 günü vursaq, 3 dəfə 6 elədi 18. 6 gündən sonra yeşiklərdə bərabər qənd qalır. Onda y-dan da 12-si götürülübdür. Çünki günə 2 götürülürdüsə, 6 dəfə 2 elədi 12. Bunlar bərabər oldu deyir bir-birdən. Buradan da sola keçirsəz, alacaqsınız 6. 18 sağa gedəndə. Qalır x plus y bərabərdir 50. Tərəf-tərəfə toplasam 56. X də bərabərdir 28. Bizdən birinci günü soruşurdu. Elə cavab oldu 28. Növbəti 79 maraqlı suallardan biri oldu bu. Satıcı şarın birini 12 qəpiyə alır. Deməli 12 qəpiyə alır. Neçə qəpiyə satır? 15 qəpiyə. Bunun qazancı nə qədərdir? 3 qəpik qazancı. İndi şagirdlər, bu satış zamanı 5 şar partlayır. 5 şar partlayırsa əgər, 5 şarı partlayırsa, birini də 12 qəpikdən alıbdır. Elə bil ki, 60 qəpik itirdi. Çünki 12 qəpikdən alıbdır. 5-i partlayır, 60 qəpik itirir. Nə qədər? Deməli, o bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə. Tutaq ki, bizim x dənə şarımız var. 12 qəpiyə alıb 15 qəpiyə satırsa, 3 qəpik qazancı idi. X da yazsaq, 3x qazancı vardı bunun. Çünki qəpiklərin sayını bilmirik axı. Hər qəpikdən, hər şardan 3 qəpik qazanc olunmalıdır. X şardan 3x qədər qazanc var. İndi bu qazancından 60 qəpiyini itiribdir. Çünki 5 dənəsi partlayıbdır. 12 dəfə də 5, 60. Deyir ki, bu böyükdür 6 manatdan. Yəni 600 qəpikdən deyək. Bunu da hesablasaq, 3x böyükdür 660, x də böyükdür 220. Bunu da ödəyən ədəd 221-dir. Deməli, ən az 221 şar alıb satmışdır. Vəssalam. Belə də yazmaq olar. 80. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm kiçik. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük. Hipotenuzundan 2 sm kiçikdir. Onda bu da x plus 4 imiş də. Bu bundan 2 sm böyükdür. Amma bundan 2 sm kiçikdir. Oldu belə. Bunu belə yazardıq da. X kvadratı x plus 2-nin mötərizə xarici kvadratı bərabərdir x plus 4-ün mötərizə xarici kvadratına. Yəni katetlər kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Buradan da x-in yəqin ki 6 olduğu görünür. 6, 8, 10 Pifagor ədədləridir. Üçbucağın hipotenuzunu soruşur. Cavab olur 10 və ya tənli işləsəz yenə də cavab 10. Şəkildə verilmiş fiqurda BC parçası O nöqtəsində olan yarım çevrənin diametridir. İndi şagirdlər, bu qövsün uzunluğunu da bizə veribdir 4pi. Yarım çevrə olduğu üçün çevrənin uzunluğu 2 pi düsturundan tapılır. Yarısı olanda pi bərabərdir 4piyə. R buradan elədi 4. Deməli, bu da 4'dür, bu da 4'dür. İndi və bu məsafədə 6 verilib. Fiqurun sahəsini istəyir. Fiqurun sahəsi, diqqətlə baxsanız, bu yarım dairədir. Yarım dairənin sahəsini tapaq əvvəlcə. Yarım dairənin sahəsi, S yarım dairə. Pi kvadratı dairənin sahəsidir. Yarım dairə deyəndə 2'yə bölürük. Yəni 16 pi bölünsün 2, yəni cavabım 8 pi. Və bir də
Bu üçbucağın, baxın şagirdlər, bu üçbucağın sahəsinə baxaq indi. Üçbucağın da sahəsi tərəfə çəkilmiş hündürlük yasinin yarısı. Tərəf 8-dir, diametr 6/2. 48, 24. İndi bu qırmızı ilə yaşılla yazdığımızı toplasaq 8pi plus 24 cavabını alarıq. Və salam. Bütün sualların izahlarını verdim şagirdlər. Hər kəsə uğurlar arzulayıram. Dəstək məqsədli qrupumuza, WhatsApp qrupumuza qoşulmaq üçün videonun aşağısında link var. Asanlıqla qoşulun. Hər kəsə uğurlar. Sağ olun.